Salam olsun uşaqlı, böyüklü, bütövlükdə Azərbaycan xalqına. Mən Cəbrayılova Xatirə Sabir qızı. 35 yaşım var. Bakıda doğulmuşam. Nə hüquqşünas, nə də ki siyasətçiyəm. Mən kimyaçıyam. Orta məktəbi Bakıda bitirdiyimə görə əminliklə deyə bilərəm ki, Azərbaycan məktəblərində kimya fənni tədris edilmir. Məktəbdə oxuduğum illərdə heç ağlıma gəlməzdi ki, nə vaxtsa kimyaçı olaram. Çünki həkim olmaq istəyirdim. Lakin TQDK sədri Mələkə Abbaszadənin dırnaqarası sayəsində həkim əvəzinə kimyaçı oldum. Qəbul imtahanlarında özümə qarşı edilən haqsızlığa baxmayaraq, həkim olmamağımdan heç də təəssüflənmirəm. Çünki Azərbaycanın savadlı həkimlərə ehtiyacı olduğu kimi savadlı kimyaçılara, elmi-pedaqoji kadrlara da ehtiyacı vardır. Mənsə kimyanı, pedaqogikanı Rusiyanın ən savadlı alimlərindən öyrənib alimlik dərəcəsinə yüksəlmişəm. Bugün Azərbaycan parlamentində yatan deputatlardan fərqli olaraq, mən Rusiya Elmlər Akademiyasında dünyaca tanınmış akademiklərin rəhbərliyi, nəzarəti altında əsl dissertasiya müdafiəsi keçmişəm. Maraqlananlar YouTube-da Xatirə Cəbrayılova adlı kanalda həmin müdafiəni, yəni açıq, şəffaf formada əsl alimin necə yetişdiyini izləyə bilərlər. Bilirsiniz, kimya çox maraqlı, insan düşüncəsini daim aktiv saxlayan, fantaziyasının inkişafını təmin edən yaradıcı və həm də tədrisi çox baha başa gələn bir fəndir. Çox vaxt eksperimentlər üçün dəyərli maddələrdən, bahalı aparatlardan istifadə olunur. Bəzən bir samballı kimya laboratoriyasının təminatı milyonlarla dollara başa gəlir. Qazisinə 80 manatı çox görən bir hakimiyyət. Heç bu xalqın övladlarına kimya tədris edərmi? Moskvada hər gün tələbələrimə kimyanı izah edəndə içimdən bir sızıltı keçir. Axı niyə mən başqa millətin uşaqlarına dərs deyə bilirəm? Öz xalqımın övladlarına isə bu xidməti göstərə bilmirəm. Amma mən xalqımın kimyaya maraq göstərməsi üçün əlimdən gələni edəcəm. Ona görə də ekran qarşısına böyüklərlə bərabər uşaqları da, yeniyetmələri də dəvət edirəm. Bugün sizə xalqımızın başına gələnləri və yaranmış vəziyyətdən gördüyüm çıxış yolunu sadə bir eksperimentlə izah edəcəm. Bu eksperiment həm də xalq parlamentinin yaradılma zərurətini göstərəcək. Eksperimentin sadəliyi ondan ibarətdir ki, iki maddə arasında eyni reaksiyanı 3 dəfə keçirəcəyik. Dəyişən yeganə şey yaradılan mühit olacaq. Beləliklə, 3 sınaq borusunda Azərbaycan xalqını simvolizə edən bənövşəyi rəngli, el arasında marqansovka deyilən bir maye var. Gözəl rəngi var, elə deyilmi? Azərbaycanın qızmar günəşi altında tam dəymiş üzümü, gəvalını, göyəmi, badımcanı və digər ləziz meyvə və tərəvəzləri xatırladır. Digər qabda isə Azərbaycana göstəriləcək xarici təsirləri simvolizə edən bir duzdur. Birinci sınaq borusuna belə bir gözəl çalara malik olan xalqın işğal altına düşməsini göstərək. Yaranan mühiti turşu ilə simvolizə edək. Yaranmış turş dadlı, turş qoxulu mühitə kənardan edilən xarici təsirləri göstərmək üçün duz əlavə edək. Əsarətin ilkin nəticəsi olaraq rəngsizləşmiş, dadını, tamını, özünü, kimliyini tam itirmiş bir toplum qarşımıza çıxır. İkinci sınaq borusunda da Azərbaycan xalqıdır. Əsarətin ilkin nəticəsindən artıq neytrallaşmış, su kimi neytrallaşmış bir toplumdur. İndi bu neytral, ətrafında baş verənlərə laqeyd bir topluma xarici təsiri yenə də göstərək. Duz əlavə edək və yaxşıca çalxalayaq. Toplum həssasiyyətini elə itirib ki, çalxalandığının belə fərqində deyil. Və nəticədə cəmiyyətə yalnız ziyan verən ünsürlər pas rəngli çöküntülər kimi qarşımıza çıxır. Çöküntülər nəyi simvolizə edir?
Rəsmi televiziya efirlərinin təbliğ etdiyi əxlaqsızlığın, milli dəyərlərə zidd olan dəyərsizliklərin güzgü effekti kimi cəmiyyətdə öz əksini tapmış təsirlərini, cahilliyin, narkomaniyanın, intiharların, yeniyetmə fahişəliyinin tüğyan etdiyi qorxulu bir cəmiyyət. Cəmiyyət sanki bu iyrənc çöküntülər sayəsində bütövlükdə pasa bölünmüşdür. İndiki durumumuzu əks etdirən bax bu ikinci sınaq borusudur. İndi isə əvvəlkilərdən fərqli bir mühit yaradaq. Ziyalıların çəkinmədən həqiqətləri xalqa çatdıra bildiyi bir mühit. Fərq etməz, xaricdən, daxildən. Həqiqətlər acı olduğuna görə yaranan mühit də acıdır. Qələvi əlavə edərək həmin bu acı mühiti yaradaq. Ziyalılarla xalqın birliyinə xarici təsiri göstərək. Qarşımıza dünyaca məşhur olan Hürrəm Sultanın üzüyünün qaşı rəngində bir məhlul çıxır. Çox gözəl bir məhlul, yəni əvvəlki rəngdən də gözəl. Bilirsiniz niyə? Çünki ziyalısına vaxtında dəyər verməyi bacaran xalq xarici təsirlərdən yalnız və yalnız xeyir qazana bilər. Çünki ziyalılar onun ziyanlı təsirlərdən vaxtında qoruya biləcək səlahiyyətə malikdirlər. Bu isə yalnız və yalnız xalqın istəyi və dəstəyi sayəsində mümkündür. Düzdür, bu boruda baş verən reaksiya tezliklə başqa bir reaksiyaya keçir deyəni biz həmin o yaranmış gözəl zümrüd rəngi itirmiş olduq. Amma Azərbaycan xalqı üzərində mən əminəm ki, biz belə bir eksperiment keçirsək, həmin o zümrüd rəngi əsrlər boyu qorub saxlamaq olar. Xalqımız üçün əsrlər boyu hazırlanmış və nə yazıq ki, uğurla həyata keçirilən planların davamiyyətini durdurmaq üçün ziyalılar bir araya gəlib xalq parlamentini yaratmaq qərarı verdilər. Mən də bu qərara dəstək olaraq öz namizədliyimi irəli sürdüm. Azərfreedom TV efirlərində 2019-cu ildə ilk dəfə mən təhsil naziri olmaq iddiamı irəli sürdüm və bugün də həmin iddiamda qalmaqdayam. Bir neçə gün bundan əvvəl Ziyafət Abbasova efirlərin birində təhsil naziri olmaq istəyini bildirdi. Bilirsiniz niyə? Çünki təhsil sahəsi dövlətin ən vacib, ən çox zəhmət tələb edən sahəsidir. Bəhrəsini isə uzun illər sonra görürsən. Uşaqlara, gəncliyə verilən hər tərəfli və keyfiyyətli təhsil qüdrətli dövlətin təməlidir. Belə bir ağır işi boynuna götürməyə hazır olan savadlı, ziyalı Azərbaycan qadınına dövlət işləmək, çalışmaq üçün şərait yaratmaq əvəzinə onu polisin əli ilə alçaldır, döydürür. Onun kimi nə qədər qadınlarımız polis zorakılığına məruz qalır. Bilirik, Ziyafət xanım cəsurdur, susmur. Bəs qorxusundan, utandığından susan qadınlarımız nə qədərdir? Xalq parlamentinə üzv seçilərəmsə, xalqa, xüsusilə də qadınlara qarşı törədilən polis zorakılıqlarını dünyaya çatdırmağa çalışacağam. Uzun illər ərzində durmadan əldə etdiyim bilik və təcrübəmi təhsil sahəsi ilə bağlı qanunların hazırlanmasında iştirak etməyə və realizə olunması uğrunda mübarizəyə sərf edəcəm. Seçki komissiyasının üzvlərinə isə buradan bir təklifim var. Həm deputatlığa namizəd Əli Kərimovun uşaq və gənclər üçün idman sahəsinə, həm də mənim təhsilə yönəlik iş aparacağımızı nəzərə alaraq səsvermədə yeniyetmələrin də iştirakının təmin edilməsini istərdim. Amerikada seçkilərdə yeniyetmələr də iştirak edir. Bizdə nə olmasın? Qoy yeniyetmələr desinlər. Onlar müasir standartlara uyğun məktəblərdə, ali təhsil ocaqlarında təhsil almaq istəyirlər, ya yox? Onlar istədikləri idman növü ilə maneəsiz, əksinə dövlətin maddi və mənəvi dəstəyi ilə məşğul olmaq istəyirlər. Səs verib öz mövqelərini bildirsinlər. Bildirsinlər ki, biz də sonunda gecə-gündüz çalışaraq məhz əsrarəngiz çalara rəngə sahib olan bir xalqı ərsəyə gətirə bilək.